Salam. Mən bu videomda hər bir valideyn üçün övladının şifrəsini rəqəmsal məktəb platformasında necə yeniləyə bilər, necə yeni şifrəni təyin edə bilər, onu göstərmək istəyirəm. Bunun üçün əvvəlcə daxil olmaq lazımdır Google axtarış sisteminə. Orada rəqəmsal məktəb platforması yazmaq lazımdır və bundan sonra həmin səhifəyə keçid etmək lazımdır. Keçid edərkən valideyn olaraq daxil oluruq. Çünki övladımız üçün şifrəni təyin etməyi düşünürük və açılan hissədə artıq rəqəmsal məktəb platforması açılıbsa, yuxarı hissədə bizim övladlarımızın, əgər 2 dənədirsə onların, 1 dənədirsə bir övladımızın adı, soyadı görünəcək və bundan sonra aşağı hissəyə keçid edirik. Burada övlad üçün şifrənin təyini bölümü var. Bu hissəni kliklədikdə artıq yeni şifrənin təyin edilməsi üçün belə bir sahə açılacaq. Bu sahədə yuxarı hissədə övladımızın elektron poçt ünvanı görünür. Yeni şifrəni təyin etmək üçün biz burada yazılan açıq hissələrə yeni şifrəni təyin edirik. Birinci hissədə yazırıq, ikinci hissədə təkrarən təyin edirik və ən sonda isə biz bunu təsdiq edirik. Və bununla biz rəqəmsal məktəb platformasında övladımız üçün yeni şifrəni təyin etmiş oluruq.